Salam, hər vaxtınız xeyir olsun. Bugün 9-cu sinif koordinatlar və vektorlar mövzu izahına baxırıq. Koordinatlar. Parçanın orta nöqtəsinin koordinatları. Parçanın orta nöqtəsinin koordinatlarını tapmaq üçün x1 ilə, baxın, 2 dənə nöqtə verir bizə. A nöqtəsi, bir də B nöqtəsinin koordinatlarını verib. Və biz burada x ilə x-ları toplayırıq, bölürük 2-yə. Yəni x1 ilə x2-ni toplayıb 2-yə bölürük. Bu olur x-in qiyməti. Y1 ilə y2-ni toplayıb 2-yə bölürük. Məsələn, bir nümunə götürək. Tutaq ki, A-nın koordinatı olsun 2 ilə 5, B-nin koordinatı olsun 8 ilə 9. AB-nin ortasını istəyir. Orta nöqtəsinin koordinatını istəyir. Ona nə edirəm? 2 ilə 8-i toplayıram, 2-yə bölürəm. Yəni x-dən x-i, y-dən y-i. 5 ilə 9 toplayıb 2-yə. Ona cavab olacaq. 10-un yarısı 5, 14-ün yarısı 7. Orta nöqtəsinin koordinatları oldu 5 və 7. Sonra iki nöqtə arasındakı məsafə. İki nöqtə arasındakı məsafəni tapanda sondan əvvəl çıxırıq. Məsələn, bizdə AB, A ilə B nöqtəsinin koordinatlarını verib. Onda biz B nöqtəsinin koordinatlarından A nöqtəsinin koordinatını çıxırıq. Məsələn, A verilib bizə 3, 5, B verilib 4, 6. Deyir ki, A və B nöqtələri arasındakı məsafəni tapın. Əvvəlcə yazırıq AB deyir axı, düzdür? Deməli, biz sondan əvvəl çıxırıq. B-dən A-nı çıxırıq. B-nin koordinatı x-ına baxıram 4, A-nın x-i də 3-dür. 4-dən çıxdım 3-ü. Eyni zamanda y-ə baxırıq. 6-dan da 5-i çıxıram. Çünki mənə AB deyir. BA desəydin də onu da yazacağım. Burada oldu, deməli, 1 və 1 və bizdən məsafə deyəndə onda biz bunun kökün altında kvadratlarına baxın. Baxın, 1-in kvadratı üstə gəl 1-in kvadratı. Olacaq cavab kökdə 2. Əgər mənə desəydi ki, BA-nı tap, BA onda necə olardı? BA onda A-dan B-ni çıxardım. A-nın x-ına baxın 3, B-nin də x-i 4. 3-dən 4 çıxdım. Bir də 5-dən 6 çıxacam. Yəni, bunların fərqi budur. Mənfi 1 ilə 1 oldu və kökün altında yenə də mənfi 1-in kvadratı olacaq. 1-in kvadratı üstə 1-in kvadratı bərabərdir kökdə 2. Bu qaydada. Məsafə deyəndə tapdığınız koordinatları kökün altında kvadratlarını cəmləyirsiniz. İndi bunları silirəm. Davam edirik. Düz xəttin tənliyinə gəlirik. Düz xəttin tənliyi y bərabərdir kx plus b. Baxın, burada k nədir? Bucaq əmsalıdır. K bucaq əmsalıdır və əgər bizə bucaq verilirsə, k tangens alfaya bərabərdir. K bərabərdir tangens alfa, yəni tangens f. Burada verilən bucaq. Və düz xəttin parçalarla təyini. Məsələn, bizə indi verilib, baxın, nümunəyə baxın. Belə bir şəkil verilib və bizdən düz xəttin tənliyini tələb edir. Düz xəttin tənliyi üçün düstur əzbərləmirik. Verilən bu nöqtələrdən işləyəcək. Baxın, burada mənfi 2 deyil, x oxunda. X-in mənfi 2-sidir, onda x oxun kəsəndə y0 olur, düzdür? Burada isə mənfi 3-dür. Burada y-i kəsib, onda x-i 0-dır. X-i 0, y mənfi 3, düzdür? Bunları yazmağı bilirik də. Və bu nöqtələri mən y bərabərdir kx plus b-də yerinə yazıb, sistem tənlik həll edib, k-nı da tapacağım, b-ni tapacağım, sonra düz xəttin tənliyini yazıram. Gəlin yazaq. Deməli, biz bu koordinatdan nöqtələri götürdük. Gəlin yazaq burada yerinə. Harada bu ağ vərəkdən yazaq, hə? Deməli, y bərabərdir kx plus b-ni yazdım. İndi birinci mənfi 2 ilə 0 qoyuram yerinə. Deməli, y-im 0-dır. 0 bərabərdir. 2-ni vururam mənfi k-ya. Mənfi 2k üstə gəl b. Bir dəfə də 0 ilə mənfi 3 yazıram. Deməli, x-in yenə 0 yazıram. Y-də mənfi 3 bərabərdir. Mənfi 3 bərabərdir. K vurulsun 0 üstə gəl b. B də oldu mənfi 3. B mənfi 3 üstə gətirib burada b-nin yerinə mənfi 3 yazıb k-nı tapıram. Onda belə olur da mənfi 2k çıx 3 bərabərdir 0. Mənfi 2k bərabərdir 3-ə. K da oldu mənfi 2-də 3. Mənim k da var əlimdə, b də var. Onda düz xəttin tənliyini yazanda y bərabərdir kx plus b deyil. K-mız nədir? Mənfi 2-də 3, yanında x, üstə gəl b. Yəni, müsbət dəyər mənfiyə çıxılsın 3. Baxın, eyni buradakı kimi. Yəni, düstur əzbərləmirik, ehtiyac yoxdur.
Bildiyimiz qayda kx plus b-də 2 dənə nöqtəni yazırsınız. Lazım olursa sistem təyin edirik. Burada baxın elə sistemə gəlib çıxır da yerinə yazırım, birini digərini əvəzləyirik. Ondan sonra da kx plus b-də gətirib yerində tamamlayırıq düz xəttin tənliyini. Bu belə. İki düz xəttin qarşılığı vəziyyəti. Bu dərs haqqında mən ümumiyyətlə video çəkmişəm funksiyalarda. Amma yenidən burada bir də var, bir də üstündən keçək. İki düz xəttin, yəni mənim kanalımda funksiyalar mövzusuna baxarsınız. Orada 9-cu sinif funksiyalar mövzusunda iki düz xəttin qarşılığı vəziyyəti o haqda ətraflı danışmışam. Burada da danışacağım, amma yenə də orada da var da baxa bilərsiniz. İki düz xəttin qarşılığı vəziyyəti. Baxın, y bərabərdir 2 dənə düz xətt verilib bizə, düzdür. Burada nələr soruşula bilər? Deyir ki, düz xəttlər kəsişir. Düz xəttlər kəsişirsə, onda K1 K2-dən fərqli olmalıdır. Yəni, fərqli olmalıdır. Məsələn, biri y bərabərdir 2x plus 4-dürsə, digər də məsələn 3x olmalıdır. K'lar baxın 1 2-dir, 1 üstü. K'lar fərqli olmalıdır. Əgər onlar arasında biz qalan bucağı tapmaq istəyiriksə, tangens alfa və yaxud tangens fiilini tapanda K2-dən K1-i çıxıb bölürük 1 üstəyə K1 vurulsun K2. Bunu da qeyd edin. Gəldik ikinci qaydaya. K1-i K2-yə vuranda mənfi 1 olur. Nə vaxt biz bundan istifadə edirik? Əgər desək ki, bu düz xətlər üzr istəyirəm. Əgər desələr ki, bu düz xətlər perpendikulyardır, onda K1 vurulsun K2 bərabərdir, mənfi 1-dən istifadə edirik. Bu qaydanı yazırıq o zaman. Üçüncü qayda gəlirik. Düz xətlər paralel olarsa, onda K'lar eyni olmalıdır, B'lər fərqli olmalıdır. Məsələn, y bərabərdir 3x plus 5, digər də y bərabərdir 3x çıx 2. Baxın, K'lar 3-dür, digərində də 3-dür, amma B'lər birində 5-dir, digərində mənfi 2-dir. Həqiqətən də onda bu düz xətlər paraleldir. Gəlirik dördüncü qaydaya. Düz xətlər üst-üstə düşür. Onda K'lar da eyni olmalıdır, B'lər də eyni olmalıdır. Eynisi, məsələn, y bərabərdir 2x plus 1, digər də y bərabərdir 2x plus 1. Gəldik 1 və 2 nöqtədən keçən düz xəttin tənliyi. Düz xəttin tənliyini ümumiyyətlə yazmaq üçün baxın. Bizə əgər bucaq verilərsə, biz bilirik ki, yuxarıda qeyd elədik. K bərabərdir, yəni bucaq əmsalı. Tangens alfaya və yaxud tangens fiilini bucaq nə verirsə o. Bizə burada bucaq verib. Onda K'mız neçə olacaq? Tangens 45 dərəcədə. Neçə olur? 45-də 1 alır da. Yəni K nəyə bərabərdir? 1. Bildik ki, K'mız 1-dir. Bizim də axı düz xəttimizin tənliyi nədir? Kx plus b düzdür. Burada K'nın yerinə 1 yazanda y bərabər olur x plus b-yə. Aha, buradan yazı dayandıq. İndi bizə nöqtə verilə baxı A3 ilə 1. Gətiririk nöqtəni mütləq düz xəttə yazmalıyıq. X-imiz 3, y-imiz 1. 1 bərabərdir 3 üstə gəl b. B də bərabərdir mənfi 2. K da var, B də var. Onda necə olacaq bizim düz xəttimizin tənliyi? Y bərabərdir, K'mız 1-dir, yəni 1-i vuracam X-a, Kx plus B-də yazıram da. X, B-miz də mənfi 2 çıxılsın 2, baxın buradakı kimi. Y bərabərdir, X çıxılsın 2 oldu. Gəlirik çevrənin tənliyinə. Çevrənin tənliyi mərkəzi AB nöqtəsində və radiusu R olan çevrənin tənliyi. Baxın. Mərkəzi AB nöqtəsində və radiusu R olan çevrənin tənliyi belə yazılır. Məsələn, bir nümunə yazaq. Tutaq ki, deyir ki, mərkəzi 3 və 5 nöqtəsində olan, radiusu da 2 olan çevrənin tənliyini yazın. Onda yazırıq. X çıxılsın 3-ün kvadratı, baxın, eyni qaydada kimi. Üstə gəl, Y çıxılsın 5-in kvadratı bərabərdir. Radiusumuz da 2 veribsə, mən nümunə olaraq 2-ni verdim. Onda yazıram 2-nin kvadratı, yəni burada 4 yazılır da. Bizim çevrəmizin tənliyi bu şəkildə yazılır. Mərkəzi nöqtəsi verilərsə. Əgər çevrənin mərkəzi koordinat başlanğıcında olarsa, koordinat başlanğıcı nə deməkdir? 0, 0, yəni bu deməkdir bu. X çıx 0-ın kvadratı, üstə gəl Y çıx 0-ın kvadratı, bərabərdir R-in kvadratı. Yəni burada X-dan 0 çıxanda X qalır, yəni olmadığına görə, mərkəzi koordinat başlanğıcında olduğuna görə, X kvadrat üstə gəl Y kvadrat bərabərdir R kvadratı kimi yazılır çevrənin tənliyi. Gəldik bir nümunəyə. Deyir A4-6 nöqtəsindən keçən və mərkəzi O 1-2 nöqtəsində olan çevrənin tənliyini yazın. Biz bilirik ki, X çıxılsın mərkəzi verirsə, biz mərkəzi burada yazırıq da. Yəni, o mərkəz olduğuna görə mərkəz bunu deyir axı. X çıxılsın 1-in kvadratı, üstə gəl Y çıxılsın 2-nin kvadratını yazdıq. Düzdür?
Amma eri hələ bilmirik. Eri tapmaq üçün, bu da A nöqtəsi də burada. Eri tapmaq üçün biz nəyi tapmalıyıq? A10-u tapmalıyıq. Bu çevrənin mərkəzidir. A10-u tapmaq üçün gedirik əvvəlcə A10-u hesablayırıq. Bayaq dediyimiz kimi o sondan əvvəli 1-dən 4-ü çıxıram. -3, 2-dən 6-ını çıxıram, -4 və biz bunun uzunluğunu tapırıq. Kökün altında -3-ün kvadratı 9, 4-ün kvadratı 16, 25 elədi. 25-dən 5 çıxır. O mənim radiusumdur, yəni 5-dir. Ona görə baxın burada radiusun yerinə yazıb 5-in kvadratı. Bax belə. Sonra vektor və koordinatlar. Deməli, ədədi qiymətindən başqa, həm də istiqaməti ilə xarakterizə olunan kəmiyyətə vektor deyilir. Baxın, A vektoru. Vektor həm böyük hərflərlə işarə olunur. Məsələn, baxın, AB vektoru yazıb və ya kiçik hərflərlə işarə olunur. A başlanğıc nöqtədir, B son nöqtədir. Vektorun koordinatları. Koordinatlar bu şəkildə göstərilir. A nöqtəsinin koordinatları birinci x, ikinci y göstərilir. AB deyərsə, burada sonuncu hansı B-dir. B-dən A-nı çıxırıq. B nədir? Baxın, B-yə baxın, x2-dir. x2-dən x1-i çıxacam. Eyni zamanda y2-dən y1-i çıxacam. Yəni, dediyimiz kimi, A nöqtəsinin koordinatı, AB demir, burada sonuncu B dayanmayıb. Yəni, B-dən çıxırıq A-nı. B-nin koordinatlarına A-nın koordinatını çıxırıq. B-nin koordinatı birinci x2 gəlir. Sonra çıxıram x1-i. Eyni zamanda y2 çıx, y1. Məsələn, baxın, burada yazıb ki, misalda A nöqtəsini verib, B nöqtəsini verib və bizdən AB və BA vektorlarını tapmağını istəyir. AB-ni tapmaq üçün, baxın, sondan əvvəli B nədir? 5. Burada yazıb, baxın. AB demək son B-dir. B vektorudur da. Onda biz 5-dən 1-i çıxırıq, yazdıq. Eyni zamanda 2-dən 4-ü çıxırıq, yazdıq. O 4 və -2. Ancaq BA-ya baxın. BA deyəndə A-dan B-nin çıxmasına sondan əvvəl çıxır axı. A burada nədir? 1. 1-dən 5 çıxıram. -4. 4-dən 2 çıxıram. Təmiz 2. Yəni, bir sözlə AB nəyə bərabərdir? -BA-ya bərabərdir. Ümumiyyətlə, məsələn, SB olsun. SB vektoru bərabərdir -BC-yə. Əgər yerini dəyişilirsə, işarəsi dəyişiləcək. Bərabər vektorların uzunluqları və istiqamətləri eynidir. Əks vektorların uzunluqları eynidir, amma istiqamətləri isə əksdir. Vektorun modulu, uzunluğu mütləq qiyməti. Yəni, modul da desə, uzunluq da desə, mütləq qiymət də desə, biz eyni işi görürük. Modulu, uzunluğu, mütləq qiymət nə deməkdir? Kökün altında biz onun kvadratlarını cəmləyirik. Məsələn, bizə verib A vektoru -3 ilə 4 deyir ki, bunun modulunu tapın. Kökün altında yazırıq. -3-ün kvadratı üstə gəlir 4-ün kvadratı bərabərdir. Yəni, kök çıxadırıq, cavab olur 5. Ona görədir ki, modulunu tapanda, mütləq qiymətini tapanda və ya uzunluğunu tapanda biz bu qaydadan istifadə edirik. Burada da baxın, misal verib. A nöqtəsinin koordinatı, B nöqtəsinin koordinatını verib, burada modul işarəsi verib. Yəni, modulda artıq bilirik ki, biz sonda əvvəl koordinatını əldə etməliyik, sonra onu biz uzunluğunu tapmalıyıq. Əvvəlcə A, B deyir. B-dən A-nı çıxırıq. B 9-dan 1 çıxırıq. X-dan X-ı, Y-dən Y-i. Amma istiqamətə fikir verin. A, B-dir. Birinci B-dən başlayırıq çıxmağı. 9-dan 1-i çıxdıq. 6-dan da 12-ni çıxdıq. Və sonra kökün altında onların kvadratlarını cəmləyirik. Cavab oldu, yəni modul oldu 10. Gəlirik vahid vektor. Uzunluğu modulu 1-ə, vahid nə deməkdir? 1 deməkdir. Uzunluğu modulu 1-ə bərabər olan vektora vahid vektor deyir. Yəni, vahid vektor deyirsə, həmin vektorun uzunluğunu 1-ə bərabər edəcəksən. Məsələn, verib ki, A vektoru -1, 0 və B vektoru qiymətini verib, düzdür? Vahid vektorlardır. Həqiqətən gəlin baxaq, burada da göstərir ki, doğrudan da A vektorunun uzunluğunu tapırıq. Kökün altında bayaq dediyimiz kimi x-in kvadratı üstə gəl y-in kvadratı doğrudan cavab 1 ilədir. Yoxlayırıq, əgər uzunluğu 1-ə bərabərdirsə, deməli vahid vektordur. Eyni zamanda B-ni də yoxlayırıq. Kökün altında 5-də 3-ün kvadratı ilə 5-də 4-ün kvadratını cəmləyəndə cavabımız 1 çıxdı. Bəli, deməli ki, vahid vektordur. Yəni, uzunluğu 1-ə bərabərdir. Vektorlar üzərində əməllər. Məsələn, 2 dənə vektoru mənə verib, deyir ki, A ilə B-ni topla və yaxud da A ilə B-ni çıx. Toplayanda x-dən x toplayırıq. Baxın, 5 ilə 3 topladıq. 8. Y-dən Y toplayırıq. 1 ilə 0, 1. Çıxanda da eyni istiqamətə deyir, A-dan B-ni çıx. Deməli, A-dan B-ni çıxmalıyam. 5-dən 3 çıxıram. 2. 1-dən 0 çıxıram. 1. Gəlirik həndəsi üsula. Deməli, burada diqqətlə şəkilə baxın. A vektoru, oxun istiqamətinə baxın. Sonra gəlir B vektoruna. Və sonda S-də bağlanır, fikir verin. Ona görə də istiqamətlə gedirik. A-nın üzərinə B-ni gələndə S-yə bərabərdir. Bir dənə diqqətlə fikir verin.
A-nın üzərinə B-ni gələn S-də bağlanır. Yəni S vektoru nəyə bərabərdir? A-la B-nin cəminə. İndi ikinci şəkildə fikir verin. Burada ardıcılıqla gedirəm. A-dan çıxıb A, baxın A, üstə B, üstə C, üstə D, sonda Y bağlayır. Yəni Y-də bağlanır. Y nəyə bərabərdir? Bu vektorların cəminə bərabərdir. Şəkildən də baxanda artıq görmək olur bunu. Sonra paraleloqram qaydası. Paraleloqram qaydasına burada baxın. Diaqonalın biri, 2 dənə diaqonal var, düzdür. Birinci bu uzun diaqonalı görürsünüz. Bu diaqonal nəyə bərabərdir? A vektoru ilə B vektorunun cəminə bərabərdir. Amma ikinci diaqonala fikir verin, bu diaqonala. A vektorundan B vektorunun çıxanda ikinci diaqonala bərabərdir. Vektorun ədədə vurulması. Məsələn, bizə bir nümunə misal verdi. 4A-nı tapın, yəni 4-ə vurun. 4-ü ilə 1-ə vuracam. 4, 4-ü 3-ə vuracam 12. Yəni bu qaydada gedəcək. Vektorların skalyar hasili. Skalyar hasil nədir? Skalyar hasil odur ki, yəni A vurulsun B şəklində yazılır. X-ı X-ə vuracam, Y-i də Y-ə vuracam və cəmləyəcəm. Məsələn, A vektorunu da verib, B vektorunu da verib, deyir, skalyar hasil tapın. Yəni belə yazıb bizə skalyar hasil. Bəzən sözlə yazırlar skalyar hasilini tapın. Bəzən də bu şəkildə yazılır. A vurulsun B bərabərdir sual. Onda 2-ni vuracam 4-ə. Baxın yazıb burada. Üstə gəl, -1-də 3-ə vuracam və cavabları cəmləyəcəm. Cavab oldu 5. İki vektor arasındakı bucaq. A və B vektorlar arasındakı alfa bucağı üçün aşağıdakı münasibət doğrudur. Kosinüs alfanı tapanda iki vektor arasında bucağı soruşursa bizdən skalyar hasilini bölürük. Deməli, mütləq qiymətlərin hasilinə. İndi burada nümunələrə baxacağıq. Paralel vektorlar. Paralel vektorlar odur ki, yəni kollinear vektorlar, baxın. Bunların, yəni x1-in x2-yə nisbəti bərabər olmalıdır y1-in y2-yə nisbətinə. Aydındır? O zaman paralel olur. K sıfırdan böyük olanda, yəni bizim cavabımız müsbət çıxarsa, nə deyir burada? Eyni istiqamətli olur. Əgər bizim cavabımız K-mız mənfi çıxarsa, yəni aldığımız nisbət mənfi olarsa, onda o vektorlar əks istiqamətlidir. Perpendikulyar vektorlar. Əgər vektorlar perpendikulyardırsa, onda onların skalyar hasili sıfıra bərabərdir. Məsələn, baxın, perpendikulyarlıq işarəsini verib, deyir, M-i tapın. Deməli, biz bunların skalyar hasilini tapıb, cəmin sıfıra bərabər eləyirik. -2 vurulsun 3, üstə gəl. 1 vurulsun M bərabərdir 0, oradan M-i tapırıq. Deyir ki, A, X, Y vektoruna kollinear olub, onunla eyni əks istiqamətdə yönələn vahid vektordur. Yəni, bu nə deməkdir? Nümunəni izah eləyək. Misalda verir ki, A vektoru 4, 3-dür. Bu vektoruna kollinear olub, onunla əks istiqamətdə yönələn vektor tapın. Deməli, sən burada birinci bunun uzunluğunu tapırsan, 4 ilə 3-ün uzunluğunu tapdın, 5 elədir. Səndən əgər əks istiqamət soruşursa, sən nə edirsən? Bu, birinci x-in qiyməti 4-ü bölürsən, yəni mənfi şəkildə bölürsən, 4-ü bölürsən bu verilən modula 5-ə, eyni zamanda 3-ü də bölürsən verilən 5-ə. Baxın, qaydada nə deyir ki, sən götürməlisən modul mütləq qiymət tapandan sonra, yəni modul, bu nədir? Modul A mütləq qiyməti. Bunu tapandan sonra x-in də qiymətini bu modulaya bölürsən, y-in də qiymətini modulaya bölürsən. Əgər əks istiqamət deyirsə, hər ikisinin qarşısına mənfi yazırsan, eyni istiqamət desə, onda mən mənfiləri yazmıram burada, müsbət olacaq. Baxın, bu mənfiləri yazmıram. Yəni, məndən əks istiqamət deyirsə, qarşılarına görürsünüz mənfi atır, amma eyni istiqamət deyirsə, mənfi atmırıq, müsbət şəkildə yazırıq. Dərsimiz bu qədər. Sağ olun.